Hər şey salam, mən Fərid. Yeni bir video ilə qarşınızdayım, yeni konseptlə qarşınızdayım. Bilirsiniz, yəni YouTube mənim ikinci kanalımdır bu. Yəni yenidən başladım. Yeni fərqli içəriklər atıram. Çünki o birisi kanalım bilirsiniz 4K-lıq bu kanalım. Spam falan yedi, ihlal yedi, müəllif hüququ falan aldı. Ona görə hardasa bir aya yaxın mən video ata bilmədim və ondan kanal algoritması çökdü. Yalnız onda indi shortslar tutur. Amma lakin yenə də mən ora video atıram. İndi bu videoda sıfırdan YouTube-ya başlayıb necə uğur qazanmaq əldə etmək olar, yəni qısa bir zamanda necə izlənmək olar, onların hamısını sizə bir-bir başa salacağım. İndi isə videoya keçmədən öncə hamı abunə olub, bildirimləri açsın və videonu diqqətlə izləsin. YouTube-ya sıfırdan necə başlayıb uğur qazanmaq olar? Gəlin onu başlayaq. Birincisi, yəni heç bir avadanlıqlar, bahalı avadanlıqlar və digər şeylər, kompüter və digər şeylər sizə lazım deyil. Sadəcə sizə uğur, inamla çalışmaq və kiçik mobil telefonunuz lazımdır ki, onunla montaj eləyəsiniz, proyektlər yaradasınız və ondan yeni videolar çəkəsiniz. Və həmişə çalışın ki, oyun yaxud digər fərqli konseptlər çəkin ki, kanalın videolarını dəyişdirin və çalışın bacarsınızsa özünüzü çəkin, elə montaj eləyin, onda əksəriyyət vaxtı tutur və çalışın kanalınıza daim eyni saatlarda düzənli olaraq videolar paylaşın. Məsələn, qrafikiniz 6-7 arası qurun ki, yəni insanlar daha çox onda axış eləyir YouTube-a, daha çox insan girir YouTube-a və orada yapay zəka və yaxud digər videolardan çəkin, gündəmdə olan yaxud da sıfırdan bir kontent tapın, o kontent üzrə çəkin ki, kanalınız izlənsin, sevilsin və pəs etməyin. Ola bilər ki, bir ay içərisində 5 video atarsınız ya 10 video atarsınız, videoların heç biri izlənməz. Amma sonra yeni video atanda video partlayar, normal abunə də yığa bilərsiniz və normal izləyici də yığa bilərsiniz. Ona görə heç vaxt yəni video izlənmədi, pis olun falan deməyin. Video izlənmədi, daha yaxşı montajlar edin, səhvlərinizi araşdırın ki, görün nədə səhv eləmişəm. ChatGPT-dən məsləhət alın, yapay zəkadan məsləhət alın ki, görün sizin səhvləriniz hardadır, videoda hansı səhvliklər var, səs effektimi səhvdir, yəni səs montajımı səhvdir. Mənim də olub dəfələrlə videolarımı silmişəm. Yəni səs effektinə görə yaxud video ölçüsü düzgün olmadığına görə videoları silib yenidən video montajlayıb paylaşmışam. Yəni heç vaxt həvəsdən düşməyin, YouTube-u buraxmayın. Çalışın ki, buna belə deyək, gəlir mənbəyi kimi baxmayın. Yəni bura maraq kimi baxın. Abunələrinizlə dost olun. Yəni kontentinizi bölüşün. Kütlənizə düzgün şeyi təbliğ edin, yəni digər boş qumar və digər yerləri təbliğ etməyin. Yaxşı şeylə təbliğ edin ki, kütləniz daha da sizin videoları izləməyi sevsin, daha da sizin videolarınıza baxsın, bildirimləri açsın, siz də böyük bir sevinç yaşayasınız, uğursuzluq əldə etməyəsiniz. Rahat olun, səmimi olun, rahat şəkildə danışın, deyin, gülün. Mənim ilk 10 videom yəni çox az izləndi. Daha sonra isə mənim Roş Life haqqında olan videom hər şeyi açıqlamasını daha dəqiq vermişdim. 17.000 izlənmə almışdı. Ondan sonra daha çox bu kanala uzun videolara üstünlük verdim. Çalışdım ki, daha yaxşı içəriklər eləyim. Səhvlərimi dostlarımdan öyrəndim. Digər YouTuberlərlə danışdım, videolarıma baxmağı xahiş elədim ki, baxsınlar, onlar məndən də daha çox abunəyə, izləyiciyə və kütləyə sahibdir. Mənim harda səhvlərim var, onları mənə desin. Mən onlar üzərində düzəlişlər eləyim. Kapak fotoğraflarını daha səliqəli eləyim. Dostlarım və onların izləyiciləri, izləyənlər mənim kanalımı başqalarına yönləndirsin. Yəni belə mən irəli gedim, irəli getdikcə də daha yaxşı kontentlər və videolar hazırlayım. Həmçində heç vaxt bezməyim və daha yaxşı sizdən qabağına çıxmaq üçün çalışın. Ona görə də siz də mənim kanalıma abunə olub bildirimləri açmağı unutmayın ki, daha yaxşı videolar gəlsin, daha da həvəslə videolar çəkim. Mən və mənim kimi kanallar dəstək olun, hər şey sizin əlinizdədir.